bir ay öncə bir paylaşım eləmişdim ki, ağır vəziyyətdə bir xanımı gətirmişdilər. Çox yüksək şəkər, yayılmış peritonit, qarın boşluğu, bütün irin idi. Leykosit 24.000, ağır vəziyyətdə gəlmişdi. Bu xanımımızdır. Bir ay bundan öncə əməliyyat elədik. 4 gün xəstəxanada saxladıq, müalicə zad göndərdik evə. Yarası da demək olar ki, bitişmişdi. Sonra Günay qızımız evdə şəkərinə baxmayıbdı. 10 gündən sonra qayıtdı, gəldi. Qarnı bütün yara açılmışdı, bütün aponevroza qədər açılmışdı. Yəni görəndə həqiqi mən də çox qorxdum. Mən öz-özümə hətta fikirləşirdim ki, iri ağ olsun, 2-ci ili əməliyyata götürəcəyik. Leykosit gənə başlamışdı qalxmağa. Amma şükürlər olsun, Allaha min şükür, min şükür. Məni dünyaya təzdən gətirdi. Anam deyirəm, mən evdə də. Yaş axıllı. Hər gün gəldi. Sarğı yağ, xüsusi işləmələr, xüsusi kremlər. Moskvadan krem sifariş verib gətizdirmişik. Allaha hamd olsun. Min şükür, Allaha min şükür. Yara tamına bağlandı. Yəni bir möcüzə kimi öz-özünə əlləri qızardı. Yəni göz qabağında bağlandı, sağaldı, min şükür. Heç bir ikincilik tikiş olmadan şükürlər olsun. Min şükür olsun. Sağ ol, bizi kimi xəstələri sağ ol. Sağ ol canım, sağ ol. Allah'ın amanı olsun. Allah'ın amanı olsun. Sağ olun.